Bismillahirrahmanirrahim. Allah Teala Kur'an-ı Kerim'de buyurmuştur. "Kul la es'alukum aleyhi ecren illel meveddete fil kurba." Ey Peygamber, ümmetime söyle ki ben size ehli beytimle sevgiden başka hiçbir şey istemiyorum. Ne sizden mükafat istiyorum, ne maddi, ne diğer meselelerde. Fakat ehli beytime mevedde istiyorum. Evvela onu qeyd edeyim ki, bu günlərim Camadiyul Əvvəl ayının 5-i Hz. Peyğəmbər əleyhissalamın əziz balası xanım Fatimə Zəhra əleyhissalamın qızı Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalamın evladı İmam Həsən, İmam Hüseyn əleyhissalamın bacısı xanım Zeynəbin mövlud günüdür. Bu mövlud münasibətilə ilk öncə Hz. Peyğəmbər əleyhissalamı və əhl-i beyti, İmam-ı zamanı və əhl-i beytə sevgi, məhəbbəti olan bütün möminləri səmimi qəlbən təbrik edirəm və arzu edirəm ki, dünyada xanım Zeynəbin ziyarətini, ahirətdə də şəfaətin Allah bizlərə nəsib eləsin. Və bugünkü əziz gündə istəyirəm ki, xanım Zeynəb haqqında olan məsələləri diqqətinizə çatdırım. Əgər biz diqqət eləsək, Qur'anda bəzi ayələrə görərik ki, bəzən Allah öz yaratdığı məxluqa, peyğəmbərlərə öz adı qoymuşdur. Məsəl üçün, Yahya əleyhissalama, İsa əleyhissalama, həmçinin Peyğəmbər əleyhissalamın adını Allah özü qoymuşdur. Əgər diqqət eləsək İslami mənbələrə, görərik ki, İslami mənbələrdə də o hədislərə rast gəlirik ki, Allah Hz. Peyğəmbər əleyhissalamın evlatlarına da özü o adları vermişdi. Məsəl üçün, hətta Sahih Buxarinin müəllifi, onun bir əsəri var, Ədəb-ül Müfrəd. Orada hədisdə qeyd olunur ki, İmam Həsən dünyaya gələndə Peyğəmbər əleyhissalam yox idi. Ad qoymadılar İmam Həsənə. Ta gözlədilər ki, Hz. Peyğəmbər əleyhissalam gəlsin. Hz. Peyğəmbər əleyhissalam gəldi. Nə ad qoymusunuz? Qısası əl-qərəz, onu demək istəyirəm ki, Peyğəmbər əleyhissalam ki, mən buna Həsən adı qoyuram. Ondan sonra eyni məsələ İmam Hüseyn əleyhissalamda təkrarlandı. Yəni Hz. Hüseyn əleyhissalam dünyaya gələndə Hz. Peyğəmbər əleyhissalam gəldi, onu aldı. Azan iqamə oxudu qulağına, öpdü, ağzının suyundan dadızdırdı və buyurdu ki, mən də eyni Musa əleyhissalamın, qardaşı Musanın necə ki, Harunla münasibətləri var. Eyni onun balalarının adı kimi. Həsən, Hüseyn və o cümlədən Ədəb-ül Müfrəd qeyd edilir ki, üçüncü balada da, yəni Muhsin ki deyilir. Onda da Peyğəmbər əleyhissalam gəldi, Hz. Hüseyn əleyhissalamdan sonra buyurdu ki, Muhsin qoyuram. Və Həzrət orada buyurdu ki, eyni Musa əleyhissalamın evlatları kimi. Çünki onun evlatlarının adı Şəbər, Şübeyr, Müşəbbər və yaxud da Müşəbbər idi. Yəni, eyni zamanda o İbrani dilində idi. Ərəb dilinə də çevirəndə Həsən, Hüseyn, Muhsin, Muhassin deməkdir. Yəni, Hz. Peyğəmbər əleyhissalam bunu öz başına eləmirdi. Allahın əmri ilə elirdi. Və eyni zamanda da hədislərdə də qeyd olunubdur ki, Hz. Peyğəmbər əleyhissalam Fatimə Zəhra əleyhissalamın da adın, o cümlədən xanım Zeynəbin də adın Allahın istəyi ilə o adları ona qoyubdur. Və hədislərdə qeyd olunduğu kimi Hz. Cəbrail əleyhissalam nazil olur. Buyurur ki, ya Rasulallah, Allahın salamı olsun sənə və Allah Teala buyurur ki, bu qızının adını Fatimə qoy, xanım Zeynəbin də vaxtında buyurur ki, bu balanın da adını Zeynəb qoyunan. O cümlədən də baxırsan, digər hədislərdə buyurur ki, başqa zamanlarda da, yəni ilham vasitəsilə görsən ki, Allahın istəyi ilə o adlar qoyulubdur. Əgər biz Qur'an ayəsinə baxsaq, görərik ki, Allah Teala bizlərdən məvəddə istəyir. Əhl-i beytə olan məvəddə. Bir var məhəbbət, biz bunu dəfələrlə izah eləmişik. Məsəl üçün, Qur'an ayəsində buyurulmadı ki, "Qul la əs'alukum aleyhi əcran illəl məhəbbə" söz buyurulmadı. Buyuruldu ki, "Məvəddətən fil qurba." Yəni, əhl-i beytimə
məvəddə istəyirəm. Yəni məvəddənin mənası bütün məhəbbət, sevgi və hər bir şeydə o insana tərəf meyl eləmək, onun etdiyini etmək, etmədiyini etməmək. Yəni əhl-i beytə siz həm tabe olun, həm də məhəbbət edin. Məna budur. Yəni itaətkarlıqla məhəbbət. Bir var itaətsiz məhəbbət. Ona Azərbaycan dilində də, ərəb dilində də məhəbbət deyirlər. Yəni itaət eləmirsən, amma ona sevgin var, məhəbbətin var. Amma bir də var ki, məvəddə deyilirsə, məvəddənin içində həm məhəbbət var, həm də itaət var. Allahın bizdən istədiyi budur ki, əhl-i beytə məvəddə, yəni həm əməldə itaət eləmək, həm sözdə itaət eləmək, həm də məhəbbət etmək. Odur ki, bugünkü gündə xanım Zeynəbin mövludu bizim üçün bayramdır və biz onu həmişə olduğu kimi bu gündə əziz tuturuq və bugünkü gündə çalışaq bir-birimizə təbrik göndərək, bir-birimizə xanım Zeynəbi yad etməklə öz hədiyyələrimiz də olsa əta eləyək. Xanım Zeynəb haqqında çox danışmaq olar. Xanım Zeynəb belə bir şəxsdir ki, əgər tarixi diqqətlə izləsəniz, Hz. Peyğəmbər əleyhissalama qədər olan tarixdə və ondan sonraki dünya tarixində belə bir xanım dünyaya gəlməyibdir. Onun böyüdüyü mühit 6 ilə yaxın Peyğəmbər əleyhissalamın dizinin üstündə Peyğəmbərin buyurduqları, Peyğəmbər əleyhissalamın əxlaqı, Qur'an əxlaqı, anası Zəhra əleyhissalamın ona verdiyi tərbiyə, atası Əli ibn Əbi Talib əleyhissalamın ona öyrətdiyi, göstərdiyi bütün əxlaqın yüksək ali dərəcələri hamısı baxırsan ki, həm Peyğəmbər əleyhissalam, həm Əli əleyhissalam, həm xanım Fatimə Zəhra əleyhissalam, yəni Qur'anın bütün ali xislətlərin hamısı xanım Zeynəbdə görmək olar. Və bütün tarix boyu bu cürə bir şücaətli xanım, alimə xanım dünyaya gəlməmişdir. Bunu əgər istəsək, başa düşək, dünyada elə bir xanım olubdurmu ki, onun ailəsini, əzizlərini gözlərinin qarşısında qətlə yetirsinlər, şəhid eləsinlər, başlarını kəssinlər və uca nizələrdə qarşısında kəcavədə aparıb ona yanığı verərək şəhər gəzdirsinlər. Bu şəhər, o şəhər və həmin zalım bir imperiya ki, bu hadisəni həmin xanımın başına gətirib, qonaqların, saray alimlərinin, saray vəzirlərinin, vəkillərinin, xarici ölkə nümayəndələrinin, elçilərinin olduğu bir məclisdə Yezid kimi bir şəxs də taxta otura, bunlar da əsir halında gələ həmin məclisə, orada xanım ayağa qalxa və belə bir imperiyanın sultanına deyim, rəhbərinə deyim, mərdanə ona sözlərin deyə, onun dediklərini batil eləyə, həmin məclisi alt-üst eləyə və qorxmaz mərdliklə bir çıxış eləyə ki, onların hamısını məğlub eləyə. Yəni belə bir insan ola bilərmi dünyada? Buna insanın qəlbinin şücaəti yalnız Peyğəmbər və onun əhl-i beytinə xas olan bir şücaətdir ki, tarix boyu belə bir şəxs görülməyib, görülməyəcək də. Xanım Zeynəb 1400 ildir keçməsinə baxmayaraq, indi də dünyada ədalət sevənlərin, bütün dünya xanımlarının şücaətli bir rəhbəridir. Xanım Zeynəb Peyğəmbər əleyhissalamın o pakizə olan əhl-i beyt nümayəndələrindən biridir. Bir çox ayələr ki, Hz. Peyğəmbər əleyhissalama əhl-i beyt haqqında nazil olubdur, onlar həmçinin xanım Zeynəbə də şamildir. O cümlədən Təthir ayəsi ki, Qur'an-ı Kərimdə Allah Teala buyurur ki, İnnəmə yuridullah liyusbə ankumur-ritsə əhl-i beyt və yutahhirakum təthira. Yəni Allah iradə eləyib əvvəldən ki, siz əhl-i beyti pakizə və məsum eləsin. Bu həmçinin də xanım Zeynəbin o ailədən olması ona şamildir və biz belə bir xanımla öyünürük. Belə bir xanım ki, 1400 ildə onun haqqında şeirlər, qəsidələr yazılıbdır. Hətta elə qəsidələr ki, o xanımın bəzi xüsusiyyətlərini qeyd edərək bizlərə gəlib çatıbdır. Məsəl üçün, istəyirəm ki, bugünkü gündə həmin qəsidələrdən birini sizlərin nəzərinizə çatdırım. Ey Zeynəb,
Sən əli nurundan doğan parıltısan, ey Zeynəb. Sən Zəhranın duası, Peyğəmbərin fəxrisən, ey Zeynəb. Ey Hüseynin bacısı, ey Haqqın səsi. Sən iman ətri, səcdənin nəfəsisən. Sən dedin, ya Rabbi, qəbul elə səbrimi və duamı. Sən dedin, mə rəaytu illə cəmilə. Mən Kərbəlada gözəllikdən başqa bir şey görmürəm. O an səma səcdəyə getdi. Ulduzlar əyildi, gecə nurla doldu. Bax, bu irfani şeirlər xanım Zeynəb haqqında yazılmışdır. Xanım Zeynəb o əzəməti ilə, o fəziləti ilə Həzrət Hüseyn əleyhissalamın inqilabının yaşamasının bayraqdarı və səbəbkarıdır. Əlbəttə ki, Allahın istəyi, Allahın yardımı öz yerində. Dövrünün də imamı İmam Zeynul Abidin əleyhissalamın imaməti və onun bu işlərdəki çalışması və səyi öz yerində. Amma xanım Zeynəb Həzrət Hüseyn əleyhissalamın Kərbəlasını bizə çatdıran həmin əzəmətli xanımın səbri, şücaəti, fədakarlığı, dözümlüyü, aliməliyi, natiqliyi və onun bütün İslamın ali xüsusiyyətlərinin onda cəm olması ilə bağlıdır. Allah bizlərə xanım Zeynəbi həm dünyada, həm axirətdə ruhumuza onun məhəbbətini hopdursun və bizim əzizlərimizi həmçinin dünyada xanımı sevənlərin